Mən bir vaxt sizi izləyirəm. Allah sizə can sağlığı versin. Debatlarınızı da izləyirəm. Aha. Amma bəzən şeylərlə razı deyiləm sizinlə. Məsələn. Bax bu qardaşımızla debat apardınız. O sizə sual verildi ki, sonsuzluqdan başlayın, gəlin. Siz orada tamamlaya bilmədiniz. O fikrini onun o sualına cavab verə bilmədiniz elə bil. Tamam, sualı təkrarla. O dedi sizə ki, sonsuzluqdan başlanıcı var, yoxsa yox. Mən onu anlaya bilmədim. Siz o cavabı necə verdiniz ona? Sonsuzluqdan nəyə başlayaq? Nəsə başlamalıdır da. Yəni ki, bax, bu sonsuzluq. Yəni, sizin məntiqlə fikirləşəndə, elmlə fikirləşəndə, nəyinsə başlanıcığı olmalıdır da, elədir. Necə bilək bunu? Hardan başlayır? Nə tər başlanır? Siz yazırsınız Zaman ki, və Allah məkan yoxdur. Big Bang-dən başlayır da dostum. Mən üzr istəyirəm. Siz yazırsınız ki, Allah yoxdur. Ona adını qoymayaq Allah. O sadəcə olur bir Kadirovun bir sözdür da. Allah, qad, boq, tam hərəsi bir cür deyir. İndi Allah yoxdur, yaradan yoxdur. Yaranış necə olub? Partlayışla olub. Partlayış nə üçün olub? Bildiyimiz kainat böyük partlayış səbəbilə olub da. O partlayış nətər olub? Nəyə əsasən olub? Boşluqdan partlayış ola bilməz axı. Fizikada mütləq heçlik deyə bir şey yoxdur axı. Yox, mən bir şey, baxın, məsəl üçün deyək ki, evolyusiya var, deyək belə. Quranda bizə bir cür başa salıb, biz bunu evolyusiya ilə izah edirik. Quranda evolyusiya var. Yox, mən deyirəm ki, Quran bizə bir cür başa salıb, yəni qısa şəkildə. Amma biz bunu evolyusiya ilə başa salırıq. Hələ evolyusiya ilə də, yəni, əvvəlcə bu yaranıb, sonra ondan sonra bu yaranıb, sonra bundan sonra, yəni etap-etapda nədənsə nə yaranıbsa. Düzdürmü? İndi siz deyirsiniz ki, biz deyək ki, misal ki, partlayışla. Partlayış nədən əmələ gəlib? Kvant fluktuasiyası deyir modern fizika buna. Kvant dalğalanmaları. Baxın, bax, sizin həyatınız, bizim həyatımız, bizim yaşayışımız, hər bir şey kimyəvi proseslərdir, düzdürmü? Sizin bugün indi mənim sizinlə sağlam oturub ünsiyyət apardığımız bir şey, o kimyəvi prosesdir. Sizin fikirləriniz, fizika ilə kimyanın, mənim sağlamlığım kimyəvi prosesdir. Mən xəstələndim, dərman atıram. Dərman nədir? Mənim kimyəvi bədənimdə gedən prosesə qarışmaqdır kimya ilə. Düzdürmü? Və kimyəvi prosesdir. Bu kimya özü, baxın, hələ bir deyək ki, Allah Teala bir enerjidir da, belə deyək. Sizin fizika ilə enerjidir, obşi enerji. Bax, siz, mən, biz telefon vasitəsilə ünsiyyət yaratmışıq. Bir neçə il bundan qabaq bunu heç deyə bilməzdik də, belə bir şey ola bilər. Düzdürmü? Çox yox, bir 30-40 il bundan qabaq. Amma hindi bu mövcuddur, düzdür. Biz nə bilək ki, bir 200 il bundan sonra elm nəyə gəlib çatacaq? Bəlkə mənə əksinə bizim bugün fikirləşdiyimiz o elm onun əksini deyəcək. Deyəcək ki, bu belə deyirdi, belə idi. Siz elmi şəkildə çox savadlı cəmaata çatdırırsınız. Yoldaş, bir dənə dinləyin zəhmət olmasa. 200 il bundan sonra elm bəlkə nəsə hələ bir şey araşdırdı ki, anladım, nəyi tapacaq ki, əzizim, bir dənə dinlə zəhmət olmasa. Elm nəyi sübut eləyəcək? Tərifini verdiyiniz Tanrını? Məsələn, bax, məsələ də burasındadır ki, tərifləri verilmiş, tərifi olan, siz tərif verdiyiniz Tanrı konseptləri heç vaxt sübut oluna bilməz. Heç vaxt. siz buna necə əminlik eləyirsiniz? Ona görə əminlik eləyirəm ki, xristianlığın təqdim elədiyi Allah anlayışı var ola bilməz, yahudiliyin təqdim elədiyi Allah anlayışı var ola bilməz, İslamın təqdim elədiyi Allah anlayışı var ola bilməz. Birində baldır var, ikincisinin övladı var, oğlu olub yəni. Üçüncüsünün də nədir adı? Yaqubla gəlib güləşmiş. Kimlə güləşmişdi o, yadından çıxdı. Güləşən bir tanrı olur. Kim güləşib? Başa düşmədim. Oxumusan Tövratı? Tövratı yox, tam yox. Yox, bildim, sən hələ başa düşdüm, Qurandan deyirsən mənə, Tövratdan deyirsən. Başa düşdüm, indi kitabı qoyduq qırağa.
Kitabı qoyduq, kitabları, dinlərin tamamını qoyduq qırağa. Aha. Bütün bu dinlərin, Yahudiliyin, Xristianlığın, İslamın kitablarını və dinlərini qırağa qoysaq, sən Allah deyəndə nəyi nəzərdə tutursan? Bir atribut verə bilərsən, bir tərif verə bilərsən mənə? Baxın. Atribut olaraq, bax sizin mənlə ünsiyyətiniz telefon vasitəsilə. Bu nədir? Enerji bir-birimizə telefon vasitəsilə biz nəsə çatdırırıq. Siz də enerji etirirsiniz, mən də enerji etirirəm. Başa düşdüm, mən qardaşım. Yaşar. Əgər bu Tanrı dediyin şey enerjidirsə, enerjidir. Ona Tanrı deməyə ehtiyac yoxdur. Sən Tanrı deyəndə. Yox, mən bayaq dedim ki, üzr istəyirəm. Mən bayaq dedim ki, ona mən yaradan da deyə bilərəm, Allah da deyə bilərəm, Bog da deyə bilərəm, God da deyə bilərəm. Siz onu başqa cür adla deyirsiniz, sizin öz şəxsi işinizdir. Sadəcə yaradan. Bildimi? Yaşar. Bax, bir-birimizi dinləyək, anlayacağıq. Çünki sən anlayacaq bir adamsın. Yoldaş, məsələ burasındadır ki, biz enerji deyib ondan şuur gözləmirik. Biz enerji dediyimiz şeydən kitab gözləmirik. Biz enerji dediyimiz şeydən ilahi müdaxilə ya da fövqəltəbii bir müdaxilə gözləmirik. Başa düşürsən? Yəni bir-birindən müstəqil qavramlardır bunlar. Məsəl üçün, bu Tanrı məsələsindəki atributlar, biz atomları kontrol etməyə çalışa bilsək, atomları, yəni antimaddəni, qaranlıq maddəni falan bunların hamısını kontrol edə bilsək, molekulyar altyapını kontrol edə bilsək, bütün kainatı kontrol edə bilərik. Şimdi bu bizim Tanrı olduğumuz anlamına gələcək. Bax, mən çox xoşlayıram bu söhbət, gözəl söhbət, çox qəşəng temaya çatdıq. Bəli. Baxın, siz görürəm ki, Xristianlıqdan da, Tövratdan da, İncildən də gətirirsiniz də. İndi o bizim anlayışımızla, yəni bu kitab tamamlandı. Mən də Yahudiyəm, mənim də suallarım olur. Mən də Yahudiyəm. İnşallah. Baxın, hələ bil ki, bu Xristianda deyir ki, məni yaradıb özü kimi də, hələ özünə bənzədib. Belə bir söz də, yəni. Şimdi baxın, biz əgənə bugün yaradan əgənə, biz Quranda deyirik, məsəl üçün deyək ki, Allah Teala niyə bütün mələklərə, biz belə deyirik də, deyək, bütün mələklərə səcdə edin, təzim səcdəsi edin Adəmə. Niyə mələklərə niyə deyib ki, səcdə edin ki? Nə üçün ki, Adəmi o öz, yəni belə deyək də, bizim anlayışla deyəndə. Bax, Yaşar bəy, çox üzr istəyirəm. Yaşar bəy, bura qədər möhtəşəm bir söhbətdən gəldik. Amma bura qədər gətirdiyimiz söhbəti siz atdınız, buruşdurdunuz, belə kağızı bükdünüz, atdınız. Yox. Deyin niyə? Çünki siz Qurana istinad elədiyiniz anda bura qədər danışdığınız hər şey zaten boşa gedir. Yaşar bəy, bax, indi gəldik məsələnin pik nöqtəsinə. Sizin Quran daxilində tərif olunan Tanrınız ən az özü-özlüyündə atributları ilə bir yerdə 150-dən çox məntiq xətası ortaya qoyur. Bir, zaman-məkan anlayışlarının tamamən tərsinə olmuş olması. Çünki zamandan, məkandan münəzzəh bir anlayışın sistemə müdaxiləsindən burada söhbət gedir. Belə bir şeyin olmadığını, heç bir metodikanın bu işləyişi ölçə bilmədiyini, ölçü meyarının olmadığını siz yaxşı bilirsiniz. Digər bir məsələ, məsəl üçün ona təyin olunmuş sifət və anlayışlar, rəhmət sifəti kimi, ədalət sifəti kimi, bunları ilə Quranın öz daxilində belə xətalıdır. Digər tərəfdən isə sistemin kənarında ya da içində olması düzgün şəkildə təyin oluna bilən bir Allah anlayışı yoxdur Quranda. Yəni kainatın içi nədir? Materiyadır. Zaman və məkan bu kainatın içindədir. Çölündə zaman da yoxdur, məkan da yoxdur. Çünki zaman və məkan Big Bang ilə başlayıb. Zaman və məkan Big Bang ilə başlayıbsa, bu Tanrıya Big Bang'in çölündədirsə, sistemə müdaxilə edə bilməməlidir. Çünki xətalıdır. Çölündədirsə ümumiyyətlə iradə sahib ola bilməz. Çünki iradə və qərar mexanizması üçün zaman və məkan mütləqdir. Digər tərəfdən bunlar şəxsə aid özəlliklərdir. Yəni materiyaya aid olan, materiya içindəkilərə aid olan özəlliklərdir. İstəyir, bilir, görür. Bunların tamamı. Bu çelişkilər aradan qaldırılmadan siz İslamın ortaya qoyduğu Allah anlayışını, Allah tərifini nəticələndirə bilməzsiniz.